Babası da var. Ne güzel uşaqdır. Size Sen verirsen ala ver. Dost ol onlar. Allah, ay Allah, yaşın düştü. Belə. İsmail bəyi bağçaya qoyduq. Salam. Vlogumuza indi başlayıram. Şükür İsmail bağçaya qoyduq. Keçirdik İsmail indi bağçadan salfetka falan istəyirlər. İndi gidik onları alaq. İsmail qoyduq evi Aytacın yanına. İndi gedək. O inan İsmail o qədər çox sevdi ki, gəlmək istəmədi bağça. Uşaqların yanından müəllimə güclə çıxartdı. Dedi, sabah inşallah gələrsiniz. Bir həftə, bir saat qalar. Sonra başlayarıq. Belə ki, uşaq elə bilməsin ki, siz onu atırsınız. Gidin mağazinə. Belə xanımlar, gəldi çıxdıq evə. İndi sizə göstərərəm nə almışam. Amma ilk öncə sabah inşallah balam ilk məktəbə ilk bağça günü olduğu üçün ona tort özüm hazırlamaq istəyirəm. İlk bağça gününə özəl. İndi bütün ədviyyatları falan çıxartdım. Yumurtam, şəkərim, üstünə çay falan yazıldığına baxmayın. Bu şəkərdir, bu da undur. Bunu da mikserimdə burada qurdum. İsmail dedim. Bunu da burada elədim. Bir dənə də özümə qaymaq aldım. İnşallah içinə vurmağa. İndi burada başlayacağım hazırlamağa. Belə xanımlar, mən indi biskvitimi birini hazırladım, qoydum içinə. İkincisini də hazırlayacağım. Dediyim, axşama belə göbələklər almışam. Bunları təmizlədim. Beşik qabıqlarını soydum. Burada da rəngbərəng biberlərim var, döşətim var. Sonra soğanım var. Beşik indi bundan dəngəşik yemək hazırlayacağım axşama. Belə xanımlar, doğradım ədviyyatlarımı. İndi bunları yavaş-yavaş pişirəcəm. Birinci soğanı qovuracağım, sonra necə göbələyi, sonra bunu, sonra da yox. Bunu, sonra əti, sonra da bunu əlavə edəcəm. İndi biskvitimi də hazırladım, atdım duxovkaya, o da pişsin, belə. Belə xanımlar, yeməyin belə dişəyə alındı. Üzərinə də indi hulmat pendirimi belə rəndələdim, qəşib belə eləyəcəm. Sonra da altını söndürəcəm və özünə pişsin. Sadəcə biraz biberlərini görsün, biberlərini də bir damcı qoysun. Amma gərək ətimi biraz balada doğrayardım. Jülyen dedi əslində videoda. Amma baxdım ki, yox, biraz çox güç olur. Biraz gərək yine ortadan bölərdim. Böyle birbirlərini böləcəm. Çox güç olmasın. Yemeğimiz de hazır. Bisküvitimin biri de hazır. O birisi de pişsin ama sabah yıkacağım. Böyle. Böyle xanımlar, yemeğimiz de hazırdı. İçine de biraz şey doğradım, cöğərti doğradım. Şüyd. Üzerinde olmaz pendirini səpdim, belə oldu. Çok iyi görsəlir. İnanırsınız, 3 günü TikTok keşfetim ancaq bu necə deyirlər, göbələk yeməyinə dolmuşdu. Ancaq bunu görürdüm. Ona görə mən də hazırlamaq istədim. Göz haqqınızı halal edin. Siz də hazırlayın. Sizə nuş olsun. İndi dadına baxıb dadını da deyəcəm. Belə xanımlar, qabları da yudum qəşək. Bir dənə bu göyərtiləri atlayacağım. Təmizləyib yuyacağım. Burada da toyuq var. Düşətini götürdüm. İstifadə elədik. Bu qaldım deyil. Qaynanam bunu doğrayacaq. Halım yoxdur. Bir də sizə yeməyin ləzzətindən danışım. O qədər ləzzətlidir, o qədər dadlıdır ki, anlatamam da, xahiş edirəm. Kim əgər göbələk sevirsə bunu pişirsin. Çünki çox gözəldir. İsmail mənə çağırır, gedin görüm nə deyir. Biskvitim də hazır. Bu qəşəng oldu. Bunun həmişə kimi ortası çöktü, bilmirəm niyə. Tabii biz bunun da əslində ortası çöküb, sadəcə bu çox çökmədi. Danışa da bilmədim. Amma bu çöktü. Bak qəşəng qabarır. Görürsünüz nə boyda. Qəşəng belə olub, şişib. Amma niyə ortası çökür mən bilmirəm. Yəqin bizim tovkadandır. Çünki eyni resepti bibimgil də eləmişəm, jalecədir. Onlarınki qəşəng qalıb. Amma mənim tovkam nəsə bu ortasını çökürdür.
Bu da çox çökməyib, amma baxın qalınlığı falan süper olurdu. Amma gəl ortası çökür. Hər nəsə. İndi bunu qoyum xaladenikə biraz özünü tutsun. Hələ istidir. Bəlkə axşam bəlkə yığaram. Səhər tezdən İsmail'e vaxt yapar qoyandan sonra gedib üstünə bəzəməyə bir şeylər alaram. Belə. Bunlar da hazır. Yoruldum da. Dəngə nəfəs dolmuşam. Hiss eləyərsiniz. Baxın, o qədər heyecanlıyam ki, ona görə indidən hazırlayıram. Saat hələ 6-dır. Deməli, İsmail üçün bir dənə belə sabun aldım. Əl sabunu, orada əl sabunu istədilər. Sonra bir dənə nəm salfet aldım. Quru salfet aldım. Sonra orada giymək üçün belə ayaqqabılar almışdım o gün. Bunda belə işıqlar yanır. İsmail xoş gəlir bunlardan. Orada giyinmək üçün aldım. Bunlar da belə. Sonra 2 dənə dəftər istədilər. Bir də bu laminasi istədilər. Bilmədim bu nə üçündür. Bir də şəxsiyyətlərimizin serkopyasını eləyəcəyim. İndi yoldaşıma verəcəm, aparsın. Bir də parastamol falan istəyiblər. Amma onu indi yoldaşıma aşağı düşəni deyəcəm, alsın. Sonra belə bir şalvar götürdüm. Belə bir şalvardır. Sonra bir dənə belə qara koftadır yenə. Dəyişikliyi orada üstünə falan nəsə töksər. Belə bu koftasıdır. Bir dənə bodydir. İsmail bodysi. Bir dənə corab, 2 dənə də pampers hər ehtimala qarşı. Bunları indi ora qoyacağım. Bir də önlüyü, bir də şeyi var. Dəsmal. Onu da bugün aldım, amma onları yumuşaq hələ qurumayıb da. Görüm İsmail nə deyir bir dəqiqə. Dediyim kimi önlük balaca önlüydü, çağı önlüydü. Belə iki önlüyü yox idi. İnşallah Sumqayıt gedəndə önlüyü alacağım ona. Bir də Məhraba dediyim kimi o ikisini də yuduq. Onun üçün yaşdı. İndi bunlar kişi səviyyəli bir şeyə yığım, kloka falan. Sabah gedəndə aparar. Ayaqqabıları başa çox bəyəndim. Amma çox az yanır. Bilmirəm niyə. Hər nəsə. Bunlar yığım. Başqa vaxtlar altdan durur. Bugün bağçaya gedəcəyik. Səhər 8-in yarısı dələ yatır. İso. Ayşe. Aşkım. Durursan aşkım. Durursan gidip bak. Yok. Getmirsən bağçaya. Ne? Qaqalar səni gözləyir. Yatmaq istəyirsən? Belə xanım, İsmail kombini də hazırladım. Altdan bodin giyindirəcəm. Bir dənə pampers, bu şalvarını giyindirəcəm. Kalkutka giyindirəcəm. Çöldə yağış yağır. Bir də bu koftasını giyindirəcəm. Belə. İndi çimdirib gətirmişəm. Üzüm falan yumuşam. Papasını yumuşam. İndi bunlar geyinək. Belə. Bir dənə Məhraba belə almışdım. Qurudu. Bir dənə belə döşküyümüz var. İndi bunları da qoyum şeyinə, sumkasına. Şimdi böyle hazırladım. Səhərə gedirsə. Ay düz düşür də onu. İsmail vaxtında da yağış yağır. Ben yağışa baxırsınız alın. Yağışa baktı, giden oldu. Çok Müellimiye salam ver, dene salam. Salam. Aferin seni. Sağ ol ha müəllimə, sağ ol.
Sağ ol, arzunuz var olsun. İndi geldik vaxtı İsmail götürmeye. Bir saat yarım kaldı. Dedilər sonra gəlin götürün. İlk günlər, bir həftə belə gedəcəyik. Gedək indi görək. Xoşun gəldi baxtılar İsmail. Qəşəngdir. Nə yeyirsən sən baxın? Nə yeyirsən? Kim verdi onu sənə? Nənə verdi. O qədər ağlayıb gözlər. Get. Belə xanımlar gəldik çıxdıq evə. İndi İsmail'a yemək hazırlayıram. Belə kabaçkam var idi evdə. Yarım kabaçka, yarım da kök. Üzərinə bir dənə yumurta, bir qaşıq un atacağım. Elə bir ki kotlet kimi eləyəcəm. Bir də getdim İsmail'in tortu üçün belə bir şeylər çıxartdım. İlk baxdım günüm. Mən belə bir şey çıxartdım. Biraz damla şokolatım az idi. Birazını aldım. Zey aldım. Bir tane de şokolatını aldım içerisine tüymeye. Şimdi İsmail'in yemeğini yetiştiririm. Onu yatıştırırım. Pişirim. Sonra neynesini çekerim. Videonu çekmek yadımdan çıxıb. Baxın belə bir şeyler alınır. Sonra da qatıqla İsmail sevir qatıqla yemeği. Üzerine qatıq dökürəm, yeyirəm. Verirəm, yeyir. Belə. Yaxşı dayan. Belə xanımlar, çəkmə yadımdan çıxıb tortumu başlamışam artıq yığmağa, kremimi hazırladım. Bu kremdən almışdım. Bundan elədim. İndi burasına bir qatına banan, qoz, burada qaynam doğrayıb, fındıq, badam falan var. İkinci gözünə də burada damla şokolatımla, Nestle şokolatım, onları qəşəng tökəcəm. Belə xanımlar, tortumu yığdım. Bu şekillerde kəsdimi də yapıştırdım. Belə oldu, qəşəng tort. Nənə, nə aldıysa sənə? Nənəsi yenə İsmail'e hədiyyə alıb, bağçaya getmək şərəfinə. Görək hardan açacaq. Kızarmışdı. Neydi o İsmail? Batirka. Uy. Bak 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 bak. O elde olmaz. Yok. Kırttı bana, çıkardım. Oradan çıkardım. Bak oradan. Nənəsi İsmail. Al şey bunu değil. Bunu değil mi? Ana bak. Al bunu da çek. Belə qızlar, süfrəni belə düzdük. Bizdən yeməklər gətirib qoyacağıq, meyvə falan. Öncə doğrayır. Yo. Temizle ye. Temizle. Aferin. Özü fırın söndürdü. Ha, düşün. Aferin. Tezden ha, tezden. Ben ameliyim. Bırak. Değil mi? Aylin. Hoppa. Atası da yesin, atası da yesin. Oba. Anası da yesin, anası da yesin. Oba. Belə xanımlar, mətbəximizin soğanı belədir. Bir də dünən görərdiniz. Sağ olsun Aytac hamısını yudu, yığdı yerinə. Mətbəximizi qəşəng yığışdırdı. Sonra da dediniz, Aytac iş görür. Sadəcə, necə deyim, yorğun olmayanda, məsəl üçün, elə gün olur, gündə 2 dəfə hazırlığa gedir. Elə gün olur, Sumqayıta hazırlığa gedir.
Çünki burada yaxşı riyaziyyat müəllimi tapmadıq. Sumqayıtda gedir riyaziyyata. Avtobusa min, çıx, düş, get, gəl. Uşaq yorulur, həm də məktəbə də gedir. Məsələn, məktəbə getməyən günlər ancaq hazırlığa gedəndə kömək eləyir. Amma belə yorulur. İndi onlar da İsmail'e yemək pişirdim, süt qızdırdım, biraz süt verdim, bir də yumurta pişirdim. Teyzəm durmuşuq. Gedəcəyik bağçaya. Belə buralarda gülçünmədir, hər yeri qəşəng pis soslayıb, eləyib. Süperdir hər yer. Belə. İndi mən də bir damcı sayıcım yemək yiyim, gedək. Biz düşdük, gedirik bağçaya. Gedək görə bu gün necə olur. Bugün bir saatimiz necə keçəcək. Otur, 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 haqqını dəyişək. Gedirəm İsmail gətirəm bugün. Oradan da həkimə gedəcək gün. Həkim qəbulum var, həkim çağırır bizi. Doktora falan yazacaq. Gedim ora İsmail götürək. Gətirə görə nənəsi evdədir, Cəmlə nənəsi. Görə Cəmlə nənəsi baxsın, bir şəkildə xəstəxanaya. Va uşaq tanıdı. Mehmet Urfan. Ne oldu? Ağlayır, bəlləməsin. Gel, yaxşı. Ağlama, günlərə nə alıb sənə? Ağlama. Ağlayıb o, ağlamasın. Hə? Pampers koysun da ona, hə? Hə. Hə. Nə kurban, nədir? Belə. İsmail'e bu da bir də maşın alıb qoymuşdum evə ki, bağçadan çıxanda verim əlinə. Ağladı, bizi gördü. Mən də biraz kövrəldim. İndi qaynaq aparsın, qoysun yuxarı evə gəlsin. Gedək bağçaya İso. Bağçaya gedək. Bebelərə gedək, müəlliməyə gedək. Ağzına soxun, ağzına qoyun. Gedək müəlliməyə. Yox.